Ben de hakkımı istedim. Ben küçede kaldım. Benden niye göre mesela hayat yanı sağa vermişsin? Kardeşin niye hayat yanı sağa vermişsin? O niye vermişsin ki? Siz Benim torpağım yoktu. Gel hamur kirayelerde sürünür. Ben bir de Sabirabad'ın icrasında yine qəbulda olmuşam. Dedi ki inşallah Qabil müəllimə deyir ərizə yazacaq, məktub yazacaq deyir. Məktub yazacaq, size prosedin heç nə olunmayacaq, burada icra olunmayacaq. Niye bak, Qabil müəllim, belə tutmasın, 10 hektar sahəniz var, bölün ondan 3 hektar, 2 hektar, 3 hektar verin veteranlara da, mən istəmirəm, başqa veteranlara verin. Bilək ki verdi, can yandırırsın. Bir de bizim kəndin oğlusunuz, bizim kəndin çörəyin yiyimsiz, bizim kəndin suya geçmişsiniz. Biz də erməni deyirik ki, biz əgər torpaq davası eləmiş olsaydı, gedib müharibədə yəni döyüşməzdik, yəni belə burada sizlə döyüşərdik də. Yani bu belə olmaz ki. Yaxşı deyərsiniz, yola verməkdən başqa heç nə yoxdur burada. Yəni olmasa mədəmcik başqa hərəkətlər eləyər. Bax, Səlyan cəmaatı deyirsiniz. Mənim 15 hektar qazilərə ayrılır, boşa deyirəm. Mənim 15 hektar qaziyə torpaq ayrılır. Ben 15 hektar mənim niyə edirəm ki? 15 hektar 3 hektardan 5 tane qaziyim payıdır. Və siz niyə görə bizim torpağımızı vermirsiniz? Torpaq olur, mən niyə qaziyin gidib torpağını Sabirabadın icra başçısı, Cənab Siracəddin müəllim, sizə tapşırıq verməyib ki, Bakın özünüz dostlar, hamısı torpaq sahəsidir. Bak gördüğünüz bu kanaldan bu tərəfə qazilər və veteranlara verilən torpaq sahəsidir. Burada bizim bu müsəbətinə, bizim bələdiyyə sədrimizin iştirakı ilə bu torpaq verilməlidir. Ala bilmirik. Torpaqlar satılıb, verilib, necədirsə biz bilmirik. Kəndində qazilər, veteranlar yolu ki bura. Görürsünüz. Buradan bu kanaldan bu yana torpaq sahəsi verilməlidir. Cavab verən söhbət deyir ki, bələdiyyəmiz sizə müraciət edirik. Cənab icra başçısı sizə göstəriş verib, siz də onu icra eləməlisiniz. Ən azından dəstək yetirməlisiniz. Məsəl üçün 5 hektar sahəniz varsa, ən azından can yandırmalısınız. Bir Azərbaycan vətəndaşı. Özü təbii. Gələn bu mənim kəndim olsun. İkinci qava vetanı bağırıq. Mən övladım böyük. Günlər yığışmışıq bura, yığışmışıq bura. Yoxsa yox. Mənim şeyim misaldan. Əslən yerləşməyik, əslən yerləşməyik. 35 hektar sahədir. Mən özüm verir. Azı insana verir. Bak, kimsə azı bir imkanlı bir olan şəxs tərəfindən gəlir buramız əkdir. Biz də yığışmışıq. Baba verlə qardaşlarımız var. Bunlar tanıyan olur. Bunlar haqqı edirlər. Sonra biz buraxırıq. Sənə bir məhkəmə. Böyle sonra, yəni ya ölüm olmalı ya da ki qalım olmalı. Yəni buradan giriş yox. Çünki gəlsinlər. Bələdiyyəmiz olsun. Haqqımızı versin. Haqqımızı versin. Torpağa sahibi kimdir? Gəlsin təqdim eləsin ki, filan kəs, filan hektar sahə sənəndir. Filan kəs, filan hektar sənəndir. Çünki şey, boğaza yığılmışıq və danışmırıq, demirik, şey gəlib çıxmışıq bura. Çünki evimizdə işimizi bizimizə atmışıq. Evdə mən xəstə atmışım. Bələdiyyə sədri kimdir? Bələdiyyə sədri Əliyev Qabil müəllim. Evdə bayır xəstə atamı qoyub gəlmişəm. Xəstə qardaş, ikinci qrup atam əlildir, ikinci qrup qardaşım əlildir. Onlara qoyub gəlmişəm. Bu günləri mən bu iki günü 44 günlük vətən müharibəsində döyüşən oğlan bu iki gün həmçin evimdə kiraya qalır. Nə yurt yerim var, nə torpaq sahəm var, heç bir şeyim yoxdur. Gəlmişəm bura mən torpaq sahibim. Mənə deyir ki, sən şahitlər baxasın, nə baxasın, 5 ildir mən müharibədən gəlmişəm, mənə heç bir eləməyim. Mən müharibə gedə-gedə mən hansısa icra başçısı olsun, icra nümayəndəsi olsun, Qabil müəllim olsun, heç gəlib mənim evimdə baxmasında deyib ki, bu oğlan 44 günlük vətən müharibəsində dövüşür, bu evindən nə yiyir, nə içir. Bir adam şəhərdə baxan yox. Özü təqdim. Bax, mən Hüseyin Abrazım Muradov, Sabirabad rayon Zəngər kəndi, 2-ci Qarabağ müharibə işləyiz. Bax, bu iki gündə bura veteranlar da yığılıb bura cəmi. Qazilərə buradan ayrı cənab başçı icra başçımız Siracəddin müəllim qərar verib ki, yəni bələdiyyə sədridir. Bizə torpaq verilməsindir. Qazilərə 3 hektar, veteranlara 2 hektar. Şükür Allaha görür ki, bu torpaqları kiməsə deyəsən verib səhv eləmirəmsə, yəni əraziləri başqası əkir, yəni mən qeyri bir qıraqdan gələn bir insan əkir, yəni mən bu Cəngən kəndinin oğlu, yəni bu torpağın suyu ilə böyüyən, bu torpağın çörəyin yanı olan, mən bu torpaqları əkməyə ixtiyarım yoxdur. Yəni başqası gəlib əkir. Bax, ailəliyəm, 2 övladım var, kirayələrdə qalıram.
həyətyanı sahə verməlidir. Mənə deyir ki, gedinən filan kəsi çıxarcan oradan. Mən niyə gedib üzgöz olmalıyam? Bax, adiyyətli qurumlardan xahiş edirəm. Artıq dərəcədə bu videonu görən qeyrətli qardaşlardan, qeyrətli analardan, bacılardan hamı paylaşsın, hamı dəstək olsun bizə. Hamı veteranlar ol. Hamı veteranlardır, hamı kasıb uşaqlardır, kasıb kiçik oğlanlardır. Pulumuz yoxdur. Mənim imkanım olsa gəlib mən burada torpaq davası eləmərəm. O ki, neçə nəfərik? Biz gedib Qarabağda torpaq davası edib, gəlib burada bir şey ki, gəlib elə buradakı ermənilərlə savaşardı. Fərq eləmir. Yəni ki, bizim torpağımızı istəyirik, biz xahiş edirik sizdən, adiyyətli qurumlardan. Bizə dəstək olsunlar. Biz veteranlara, bizim haqqımızı yeməyinə, haqqımızın tapdalanmağına imkan verməsin. Özü təqdim. Sadə Babır Qəhrəmanoğlu. İşte müharibə verdik. Aprel döyüşləri, iyul döyüşləri, 4 günlük vətən müharibəsi işlərisi. Torpağım yoxdur. Yəni, ay torpağı da olmalı. Yəni, benim torpağım yoxdur. Mən torpağı, qardaş gəlmişəm, torpağımı istəyəm. Dövlətin bizə verdiyi vətən müharibəli işlərisi. 25 tərkətdə vətən müharibəsi iştirakçısı var. 5 dənə qazimiz var. Dolana bilmirik. 80 manat təqaüdlə mən ailə saxlayayım. Bu torpaqları. Bu torpaqlardan bizə verilir. 2021-də müharibədən sonra 2021-də gəlmişik bura, baxmışıq, deyirlər bu torpağa verilir bizə. İndi gəlir bu torpağı biz yetişməyə deyirlər ki, buradan satıblar. Qabil müəllimə zəyə vuruyor, deyirlər, Qabil müəllim deyir ki, bir qol üstündən çıxardın. Bizlik bir şey deyil. Biz vermişik. Satmışıq. Əlbəttə, yəni rüşvət burada qardaş hər şey pul. Yəni bizim pulumuz yoxdur. Biz kasıb adamlarıq. Yəni kasıb dostluq mərd kasıb. Biz Qarabağda ermilər çıxarmışsa buradan adamını çıxarmaya var ki. Burada öyle yanım Qarabağ qoyub cəmaatla biz üz bərik. Hamı yarışıb, iki qardaşlar hamı baxın. Yəni 5 var. 5 faizini çıxaracaq, 12 nəfər adamdır. Haqqın tələbi. Hamı özünü təqdim eləsin qardaş. Hamı da bilsin ki, videoya baxanlar, bilsin ki, burada yığışanlar kimdir. Mən ibadə verdim, vətən müharibəsi iştirakçısı. Gəlmiş haqqımızı tələbimizə heç kimdə yoxdur. Bizə deyir adı ki, Qarabağın yiyəsi yoxdur ki, gəlsin çəksin ki, bu sənədir. Biz onların həbs olmuş, biz qazayla həbs olmalıyıq ki. Bunlar da bizə görə əkbilirlər, qalın bilən ki, deyir, siz yanımıza yoxdur, siz